Yeni bir gündən hər kəsə salam. Döyüş paltarlarımı geyinib hazırlaşmışam. Bir dənə bisküvim tortum var. Dünənki tort dəstində onu sıvıyıram. Dedim bir açılış eləyim. Kremimizə qoz rəngi qatdım. Belə açıq qəhvəyi rəng oldu. Xanımlar tortun bəzənməsini saldım vloqun axırına. Çünki elə xanımlar var, heç onlar üçün maraqlı deyil. Keçdim ev işlərinə. Hələ günortaya var, amma soyuducuda olan toyuğu asım üstünə, duzluyum, istotduyum, günortaya olsun, həm də ki axşama olsun. Üzünün dərisinin zadı da belə çıxardıb qoymuşam, onu da pişiyə verəcəm. Yudum onu, astım üstünə, pişirdim. Keçim buraları təmizləməyə, hələ təmizləməmişəm. Axşamdan qalan qablar suları çəkilib, dedim onları yerləşdirim, keçək işlərimizə. İstəyirəm azadlığa gedəm, bir dənə tort sifarişi gəldi. Onun fincanını almaq üçün gedək görək tapa biləcəyikmi fincanını. Buraları da belə yerləşdirdim. Qızlar fikir verirsiniz, mənim mətbəximdə rəflər 3 dənədir, 3 gözlüdür daha doğrusu. Həm o da çox yəqin ki 2 gözlüdür. Mən iminli mətbəxi düzəltdirəndə ustaya 2 dənə rəf qoydurdum ki, qabları yığmaq üçün çox gözüm olsun. Çünki mənim o pis mətbəximdə araları çox enli idi. Hələ buraları təmizləməmişəm, düzü günortadır. Neyse özümü biraz qırğın hiss edirdim. Belə sanki xəstələnəcəkmişim kimi bir üstümdə ağırlıq var. Üstünüzə canınıza sağlıq. Ona görə qalxdım. Bu işə yola saldım. Vaqifi hazırlığa yola saldım. Təzədən uzandım. Bir də yuxuya getmişəm. Qalxdım. Qalxan kimi də birinci günorta yeməyini hazırladım. Orada toyuq qızartdım. Göstərmişdim sizə. Dedim elə daha qızartmadan sonra da batasıdır buralar. Bir dəfəlik qızardım, sonra təmizləyərəm. İndi keçdim buraları təmizləməyə. Buranı təmizləyim, sonra gedək azadlığa. Amma getməmişdən qabaq bir-iki mağazaya yazmalıyam. Görüm hansında var mən istədiyim çaşqadan. Lavabolu çaşqa axtarıram. Fincan, belə deyim də, fincan axtarıram. Sifariş gəldi sevgililər günü üçün. Lavabolu fincan, içərisində tort. Sizə keçən vlogda çəkmişdim. Manifestləmişdik. Gəldi. İndi gedim baxım. Görüm hansında var. Atım müştəriyə hansını sevsə onu götürək alaq. Sonra onun üçün kutu almalıyam. Hamısını axtarıb bir tapmalıyam. Ən çətin də bilirsiniz nədir? Nəlvəkili olanda çaşqın fincan nəlvəkili olanda rahat olur da. İndi nəlvəkinin içərisinə qoyursan, yapışdırırsan paddona tərpənmir. Amma ki bu səfər nəlvəkisizdir. Ona görə də ona uyğun karobka tapmalıyam. Onu fikirləşməliyəm necə yapışdırıb. İnşallah onları da birənti hazırlayarıq. Çox yəqin ki sizlə birlikdə hazırlayacağım. Bilirsiniz də bacınız sizsiz iş görə bilmir. Buranı da bir silim bundan. Salfetkanın üstündən keçirəm. Deyirəm bu salfetkalar da nə yaxşı çıxartdılar. Can qurtarıcı oldu bizim üçün. Oğlumun bugün hazırlığı axşam qutaracaq. Elə bir getdi gəldi, günorta yeməyi biraz yedi. Ona görə hələ günorta gələsi deyil. Yenə də qaynanam yemək yiyib. Ona görə bir dənə buranı silim, rahat-rahat gedim gəzim. İnciyə dedim gəl birlikdə gedək. Razı olmadı. Deyir saçlarım yağlıdır. Bu qızın yağlı saçlarını heç cürə biz çarə tapa bilmədik. Tək gedəcəm. Burada bir dəfə qaynanam kraska tökübdü. Mənim də xəbərim olmayıb ki, kraska tökülüb, qalıb. Belə üstündə gələk bunları da bir gün qəşək yağ çözücü ilə təmizləyəm. Işıldamağa başlayıb. Hə, qalıb üstündə bilmirəm görünür mü oradan. Sarımtul görünür. Heç ürək açan görünmür. Nə elədimsə getmədi. Xlorladım, hər nə tökdüm, tökmədim. Fərq yoxdur, getmədi, qaldı eləcə. Daha mən də özümü öldürəs deyirəm ki, nə qarım, başını bıraxdı. Düzdür, pis görünür, amma tüklərin sözü olmasa yapacaq bir şey yoxdur. Bir vlogda bir xanım yazmışdı. Keçən səfərdə yazmamışdı. Xeyli vaxt bundan qabaq yazmışdı ki, Domestosu xloru, yəni elə tökəndə çox gedir. Onu su ilə açsanız daha yaxşı olar. Həm də az işləmər.
Mən də baxdım ki, Asperox qutarıbdır. O gün oğlumla da danışırdıq ki, qutarıb bu. Bunun içərisinə yarısına su, yarısına da klor doldurdum. Domestos doldurdum, çalxaladım. Açdım da biraz Domestosun qatılığını. Morkaya indi belə istifadə edirəm. Qızlar, qəşəng həm Domestos çox getmir, həm də püskürdürəm hər tərəfinə çatır. Onu belə tökürdüm, jel formasındaydı da, hər tərəfinə istədiyim kimi getmirdi. Amma indi bunu qəşəng püskürdürəm, elə gözəl tərtəmiz eləyir ki, yəni eləməyibsizsə məsləhətlidir. Həm ağardıcı maddə az istifadə olunur, həm də ki rahat olur. İstifadə olunmağı heç onsuzdan istifadə edirdim gedirdi. Amma ki gərək onu mən maçalka ilə hər tərəfinə belə yayaydım morkanın içərisinə. Bundan püskürdürəm içərisinə. Əvvəlkindən də az yuyucu toz gedir, amma ki tərtəmiz olur. Belə istifadə edirəm hər tərəfə. Kim gəlib? Aynamı çirkləndirən, özünü sürtməkdən nə günə salıb. Dünən də yağışlı idi deyə silib təmizləmədim. Aparaq bunun payını verək. Sənin burada qabın var idi. Hanı o panda? Hı? Hanı qabın? Hadi. Qabın hanı sənin? Niyə yemirsən? Dayanıb səslərə qulaq asır. Görüm onun payına elçi düşən varmı başqa? Hanımlar, gəldim ki, İncinin bunu götürüm. Bizdə hər otaqda biri var. İndi hal-hazırda yemək yeyir İnci. Bundan olanı qoyub, mən də buna telefon tutacağını videoya baxır. Mən də dedim, video başlatmaq istəyirəm. Bir bunu götürüm, aparım bunu özünə verim. Onu da özümə götürüm, danışa da bilmədim. Kızlar, o gün İnci getmiş deyə inşaatçılara. İnşaatçılardan aldı bunu. Hə, inşaatçılardan bunu aldı. Aldıqdır. Rəngini də açım sizin üçün. Bundan qəşəng şey əslində tam öz rəngini verir. Aha, baxın, tam belə rəngdir. Bunu aldı. Göstərməmişdim, yadımdan çıxmışdı. Dedim, gəlmişkən bunu da sizə göstərim. Burada İnci xanımın şeylərini qoyduğu yer. Bunu bilmirəm sizə göstərmişdimmi, göstərməmişdimmi. Qız axır vaxtlar bu Barbie rənglərinə sarıfdır. Ancaq Barbie rənglərini sevir. Mənim koftam rəngdir. Hətta burada biraz açıq düşür. Daha belə biz tərəfdə deyilə anqıran rəng. Daha belə anqıran rəngdir. Yəni çox belə Barbie çəhrayısıdır. Burada hələ yaxşı düşmür. Necə eləyim ki, yaxşı düşdüm bilmirəm, amma tam göstərmir özünü. Elə bir rəngdir. Bunu da qızlar səhifəni yadımdan çıxıb soruşmamışam. Amma bir səhifədən sifariş edirdi. Səhifə gətirirdi Cəlal nöqtəsinə. Dəmir yol vağzalına. Orada pilləkənin altında bir dənə oğlan durur. Cəlal nöqtəsi var. Belə bir şeyin qabağında. Daxılın qabağında. Orada mallar onda olur. Telefonun axır nömrəsini, 2 nömrəsini deyirsən, 1 manatda ödəniş edirsən, götürürsən. Bunu da oradan sifariş eləmişdim. Mən gedib oradan götürmüşdüm. Toy yox. Ad gününə gedəndə bu 3 rəngdən istifadə elədim. Pigmentasiyası çox superdir. Çox gözəl rəng verir. İnci bir dənə də bunu aldı. Essence'in bu gözaltı konsilerini aldı. Bu da endirimdə idi. 7 manata düşmüşdü. Pis tərəfi bilirsiniz nədir? İncinin rəngi ağdır. Mənim rəngim isə gördüyünüz kimi belə əlim rəngdir. Amma inci ağ rəngdir. Onun heç bir makyaj malzəməsini mən istifadə edə bilmirəm. Mənim istifadə elədiyim onun bu Şeglamın highlighterıdır. Çox superdir. Bu highlighter da xanımlar göz altına, burun ucuna, dodaq üstünə vurulur. Çox gözəl təbii parıltı verir. Baxın, nə gözəl parıldayır. Belə bir parıltı verir. Keçən səfər bir neçə xanım soruşmuşdu. Bu, bir də ki, bundan istifadə edirəm. Bu da çox qəşəngdir. Bunları da 28-dən almışdı. Orijinaldır hamısı da. Lavanta butikdən almışdı deyəsən.
Bunun rəngi də belə kərpic rəngidir, belə nar çiçəyi rəngdir. Bu da çox qəşəngdir. Bundan da istifadə edirəm. Bir də tenindən. Amma Rumya şeyləridir, bu tananlarıdır. Sonra bu belə allıqlardır. Onlar mənlik deyil. Bir də bu var. Bunlar da orijinaldır. Hamısı dayanır. Oh, dağıdacam indi. İndi gələcək içinə varsan. Krem allıqdır. Bir ara bundan mən də istifadə edirdim. Bu da gedir mənə. Elə bu şey rəngdir. Qapağı rəngdir. Qəşəkdilər. Aldıqları da bu ikisi oldu. Bu da mən İDədən aldığım 19 manata bədən spreydi, amma şirin oldu. Orada vuranda o qədər iyilər bir-birinə qarışdı. Hiss edə bilmədim. Amma İnciyə verdim. İnci sevir belə qadınsı şirin qoxuları. O istifadə edir. Heç nə. Aparım gedim bunu. Uzun danışdım. Arada bir bunlardan da istifadə edirəm. Bu çox gözəldir. Məsəl üçün daranmayan saçlar üçün bir-iki dəfə püskürdürsən, çox gözəl adamın saçını uyumlu eləyir də. Yəni darağı vurursan saç açılır o dəqiqə. O möcüzə kimi bir şeydir. Mənə maraqlıdır ki, bu necə olur ki, bu bir-iki dəfə sıxan kimi saç başlayır öz-özünə daranmağa. Bunu da deyəsən şeydən almışdı, Aliviyadan almışdı. Şotkular istəyir, fırçalar istəyir. Fırçalar xoşuna gəlmir. Bunu da deyim qızlar sizə. Düzdür, belə biraz pis görünür, amma için rəngi elədi də. Rozmarin qaynatmışdım. İçərisinə də bir-iki dənə qərənfil atmışdım. Hələ içində var. Odur. İnci bunu istifadə elədi. İnansız saçı necə dəhşət tökülürdü. İndi saçı tökülmür. Bir stəkan suya, bir xörək qaşığı rozmarin tökdüm. 2-3 dənə, ya da 4-5 dənə deyəsən möxəyə atdım, qaynatdım, bir 10 dəqiqə qaynadı, süzdüm, doldurdum belə spreyə. İnci gündə bir dəfə istifadə edir bundan. Mama deyir, daha saçım tökülmür. Əvvəlki kimi incinin saçı tökülmür. Tökülür bir dənə, 2 dənə, amma əvvəlki kimi dəhşətli dərəcədə tökülmür. Bir neçə bacım da yazmışdı rəylərdə ki, çox sağ ol, biz də elədik, xeyrini gördüm. Qızlarım da hətta deyir, yeni saçlar çıxardır. Belə çox danışdım qızlar, gedim mən, gedim. Bunu götürüm, gedim, başlayayım videomun açılışını eləməyə. Hələ videonun açılışını eləməmişəm. Amma öcə ortalarında nələr çəkmişəm. Nar çəkdim, manifestləmişəm. Fincan tort istədilər. Labubulu. Dedim, birinci pasyolkadan başlayayım. Burada da satırlar gözəl fincanlar. Labubu hər yerdə olur. Birisi ürəkli fincanlar olmasa da labubu olur. Onu dedim, baxın bir görün burada var mı? Şəkillərini çəkim, müştəriyə atım. Seçsin birini, onu alım. Sırf istədiyi labubunu çox yəqin ki, tapa bilmərəm stəkanım. Amma belə yenə də baxım dedim, buradan başlayayım. Bir-iki yerə baxdım, mağazaları olmadı. Gedim, irəlidə də bir dənə dəftər kitab mağazası var. Orada baxım, bəlkə orada ola. Çünki belə yerlərdə olur da, əsasən fincanlar, qab-qaşıq mağazalar təzə-təzə gətirdi. Əsas ruçka dəftər satılan yerlərdə olurdu fincanlar, bəlkə ola. Sonra da yolun o pis tərəfində Badval dediyimiz yer var. Gedib ora baxacam. Qızlar çiyələk var 5 manata. Qızlar gəldim. Labubulu stəkanlar burada var. Qəşəngdilər. Bundan xoşum gəldi. Amma bilmirəm qız üçün istəyirlər, oğlan üçün. Atıram müştəriyə görək hansını. Xanımlar, gəldim Azadlığa. Kitab evinə girdim. Globus kitab evi. Azadlıq metrosunun çıxışında yerləşir. Belə fincanlar var. Həm labubulu tapdım, həm belə digər yeni il üçün olanlar var. Digərlər var. Çox gözəl fincanlar var idi. Balaca mişkalar da var idi istəsəz. Sonra qar körələri, qəşəng mağazadır. Heç belə girib mən buralara baxmamışdım. Bunların şirinliyinə baxın. Ben bildiğimde yakan istiyor ama. Bu Azadlıqdakı Globus dəftər kitab evinə gəlmişdim. Çox pozitiv bir xanımdır. İnansız adamın əhval-ruhiyyəsini 2 dəqiqədə necə qaldırır. Qəşəng də çaşkalar var. Digər mağazalara nisbətən də qiymətləri çox münasibdir. Heyf ki, müştəri oradakini istəmədi. Keçirəm qutu-mutuya baxım, görüm orada varmı? Mavi rəngini istəyir. Sırf görüm orada varmı? Orada olsa oradan götürəcəm. Olmasa da baxım görüm hardan tapıram. Gəldim qutu-mutuya. Burada da çox növü var. Baxaq görək burada varmı?
Burada da belə gözəl fincanlar var. Keçən səfər çəkəndə dünən idi ya sıra hay günü idi. Bunu görməmişdim. Baxın qiymətləri də üstündədir. Çalışdım ki qiymətlərini də çəkim sizin üçün. Belə cürbəcür var hamısı. Baxdım ki burada da maalesef labubulu yoxdur. Ən azından xanımın istədiyi kimisi yoxdur. Çox gözəldilər. Hatta belələr də var. Xanım bunu seçdi. Labubu olmadı. Əslində belə bir şey istəyirdi. Sadəcə burası labubulu. Bunu bəyəndi. Şükür ki bəyəndi. Çünki istədiyini tapa bilmədim. Mağazalarda qutardı demək olar ki. Azadlıqda gərək ya Qarayevə gedərdim ya Rebusa harasa gedərdim. Amma nəysə ki bəyəndi. Burada belələr də var. Bunlar da oğlanlar üçündür. Hətta termoslar da var. İnci istəyirdi, bunları tapa bilmirdik. Sifariş edib belə gətizdirirdik. İndi doludur hər cürəsi. İndi də inci istəmir, böyüyüb. Gündür görürəm bu. Qoyublar kənarda Holland pendirlərini, amma ki paçka ilə qoyublar da belə açıq qoymurlar. Qoyublar qəşəng də rəngləri var. Belə adam baxanda iştah açılır. Soruşdum hansı yaxşı əriyəndi, pizza üçün olan göstərdi. Götürdüm bir dənəsini. Bir də paçkası 8 manatdır. Çox münasibdir. Deyir ki, zavoddan çıxardıb elə gətiririk də. Bizə zavoddan gəlir. Ona görə qiyməti belə münasibdir. Görüm uşaqların xoşuna gəlsə daha buradan alaram da. İndi də getmək istəyirəm tort ləvazimatlarına. Getdim bunun üstü üçün kutu alım. Kutu gördüm əslində bu tərəfdə 5 manata idi. Üstü üçün kutu alım. Sonra o gün üzük görmüşdüm. Gidip bacana baxaq. Lent alım onu bağlamaq üçün. Buranı da bir ara yığışdırdılar. İndi yenə açıblar. Amma yaxşıdır da bu binada yaşayanlar. Burada gedib gələndə almağa yaxşıdır. Bir iki dənə kök götürərəm mən də. Toyuq qızartmışam. İstəyirəm yanına da ya bulgur eləyim ya da ki qretska eləyim. Biraz da dietik olsun. Avtobusla gəlirdim. Hələ bir-iki avtobusda buraxdım ki, güya oturum. Baxıram ki, 15 dəqiqədir, bəlkə də 20 dəqiqə eyni yerdəyik, getmirlər. Dedim, eləmə tənbəllik. Düş, çıx yola, piyada 20 dəqiqəlıq yoldur. 20 olmasa da 25 dəqiqəlıq. Mən 25 dəqiqədə avtobusda oturub gözləyirəm. Hava da xoşdur, qəşəngdir. Hava var. Soyuq olsa da kapşonu çəkərəm başıma. Gedirəm. Piyada yedim. Bu avtobuslar nə vaxtdan çıxıb? Hələ burada gözləyir. Məndən bir 10 dəqiqə qabaq Şilan xanım düşdü. Getdi. Keşke mən də onlar düşəndə düşsəydim. Amma ev yox. Dəhşətdir. 6-cı gün olmağına baxmayaraq yenə dəhşətdir. Binəqədinin yolları. Gözəl mağazadır. Ən azından vitrini gözəldir. Heyf ki əlimdə yüküm var. Hardasa bir 2-3 kilo. Bir dənə o ağırlıq eləyir. Yoxsa belə vəziyyət yaxşıdır. Gedək tez-tez. Deyirəm mən nəysə də inansız gəlinən bəy probkada qalmışdı. Hollywood'un qabağındayam. İnşallah Hollywood'dadır toyları. Çünki dəhşətdir. Özləri öz toylarına gecikəcəklər yoxsa. Qızlar gəldim mən, pasilkamı keçdim. Amma hələ ki düşdüyüm avtobusdan əsər əlamət yoxdur. Dəhşətdir. Hələ gəlməyib avtobus. Dəhşət probka var. Çox yəqin ki mən avtobusdan tez çatacağım. Stəkan çay içdim tez. Özümə gəlim.
getmək çətindir. Gedəndə belə üzü sanki dağa doğru çıxırsan, təpəyə doğru. Azadlıq təpədə hündürdədir, amma qaydanda rahat olur. Baxdım ki, rahat imiş. Mən piyada getmişdim, amma qayıtmamışdım. Gördüm, yox. Piyada gəlmək daha rahatdır. Bir dənə belə əlcək aldım. Şəffaf əlcəklərdən 1 manata, Tokyo vazmatlardan. Həmişə 1 manatlıq mağazalardan götürürdüm. Orada qısa olurdu. Yaxşı olmurdu. Amma bunlar qəşəng uzun-uzundur. Adamın əlindən çıxmır. Sonra belə 2 dəst, 2 cüt daha doğrusu. Bu əlcəkdən götürdüm. Dolmazat hükməyə bunlar qəşəkdir. Toyuq zad qarışdırında bunlarla qarışdırıram. Adına razıdır. Amma belə dolmazat bükəndə bunlar yaxşıdır. Adamın əlindən heç çıxmır. Orada yüküm az imiş kimi bir dənə şey götürdüm. Gəldim pasilyokadan. Kök götürdüm. Bir dənə biber götürdüm. Fikirləşirəm ki, şey pişirim. Qreçka pişirim. Bir dənə sizə də göstərmişdim orada. Belə fincan götürdüm. İçərisində bunun tort olacaq. Belə üstünə bilmirəm nə yazılıb. Tam da şey eləmir. Amma ki qəşəngdir, şirin quruşkadır. Bir dənə bundan götürdüm. Arxasında da bunların belə deşik olur. Bilmirəm nə üçündür o deşikdə. Bir də Holland pendiri götürdüm. Bunu pizza üçün yazılıb üstünə. Azadlıq metrosunun çıxışında satırlar. Belə 1 kiloqramlığı 1 manatdır. Gələn kimi elə Vaqiflə qapıda qarşılaşdıq. Hazırlıqdan gəlirdi. Keçdim içəri, birinci ona yemək verdim, kəsdim, yeməyinin yanına qoydum, dedim dadına bax gör necədir. Superdir dedi, çox xoşuna gəldi, yağlı pendirdi. Sonra da bir yarım dilim çörəyin arasına qoydum, daha doğrusu çörəyin qırağının arasına qoydum, tosterin arasına qoydum. Çox da gözəl əriyir, yağlılığı da qəşəngdir, bəyənildi. Yəni testdən keçdi, sevdi uşaqlar. İncin də çox xoşuna gəldi. Özüm də baxdım, çörəyin başından belə biraz qırıb çörəyin arasına qoymuşdum. Çox qəşəngdir. Belə yəni sevildi. Tərkibi də belədir. Marketdən bu qədərini hardasa bir 20 manata da almaq olar. Belə 8 manata satılır. Amma dadı eynidir. Əsas da əriməyi idi, o da əridi. Mozzarella var, bir də bir-iki cür başqa pendirlər var. Daha bilmədim onlar necədir. Amma uşaqlar sevdi bunu. Rəngin gözəlliyinə baxın qızlar, gəldim. Gələn kimi bir soğan, bir biber, bir dənə kök qəşəng doğradım. Pomidor da var. Bilmirəm pomidor doğrayım mı, yoxsa qalsın mı? Dedim bu səfər tavada eləyim. Bir stəkan qreçka. Uşaqlar xoşlamır deyə az eləyirəm. Bir stəkan qreçka pişirim. Toyuq var. Günorta yeyilib, axşama da qalıb. Bunun üstünə də toyuğu qoyub elə yeyərik deyirəm. Belə tam göstərim. Baxın, elə göründüyü rəngdir. Sadəcə biraz da tündlüyü var. Səhər-səhərdir. Evləri işləri yığışdırmışam. Bir dənə tortun çəmbəri var. Altının şeyi var. Bunu çıxartmışam. Biskviti çaldım. Bu şantidən istifadə edirəm üzü üçün. Bura biraz biskvitin çəkəndə qırıntıları tökülübdür. Birinci çılpaq formada çəkdim ki, görüm istədiyim çəkini verəcəkmi. 4 kiloqram olmalıdır. 11 yumurtadan istifadə elədim. Sıvamamış. Çəkdim. Çox yəqin ki, alındıracağım kilonu. Pezok da burada qalıb. Onu da yerinə qoyum. Yumuşamamış. Kremimiz. Başlayayım bunu sıvayım. Son halını yenə sizə göstərərəm. Xanımlar, tortu sıvadım. Burasında krem tam həll olunmayıb. Üstündən şokolad keçəcək. Ona görə bu kənarlarına çox müdaxilə eləmədim. Çünki şokoladlı tortdur. Şokoladı da hazırladım. Belə bu şəkildə. İran qaymağıdır. Bir də ki 200 qramlıq İran qaymağı, bir də ki südlü şokoladdır 150 qram. Alçaq xodda odun üzərində qaymağı biraz isitdim. İçərisinə şokolad döktüm və belə bir nəticə alındı. İndi bunu bunun üstünə yaxmalıyam, töküb yəni sıvazlamalıyam. Görək necə olur. Axırda yenə sizə göstərərəm. Onu çəkə bilməyəcəm çünki çox yəqin ki bunun üstündə çox işi var hələ ki. Çox işləməliyəm. Şokoladı tökdüm, üstünü bıçaqla sıvazladım, düzəltdim. Belə bu şəkildə oldu. Kənarlarını da addelini axıtdım, torbaya doldurdum. Şokoladı belə səliqəli alınsın deyə. Üstünün bəzəklərini belə 6 güşəli nasatqanı götürdüm. 6 ulduzlu başlığı götürdüm. Bu şəkildə bəzədim. Buranı da biraz yeyinləşdirmişəm. Çünki uzun çəkdi bəzənməsi.
Siz indi belə görürsüz, tez-tez bəzəyirəm, amma bacınız bunu yavaş-yavaş bəzəyib hamısını səliqəli alınsın. Fikirləşmişəm ki, hara qoyum ki, tam belə kompleks bəzək alınsın. Biri irəli, biri geri olmasın. Hamısını da bəzəklərin eyni başlıqdan qoydum. Rahat və gözəl bir tort oldu. Kremin də içərisinə başdan göstərmişdim. Qoz rəngi qatmışam, ona görə bu rəngdir. Hər tərəfinə belə qoydum. Sonra yanlarına muncuq tökəcəm. Üstlərini qızılı rəng muncuqla bəzəyəcəm. Son halını da yenə sizə göstərərəm. Bu arada qızlar, tortun eninin uzunu deyim 25 santimetrin 34 santimetre oldu. Tortun eni uzunu 11 yumurtadan istifadə elədim. Arası qozlu, karamelli, şokoladlı, şokolad soslu idi. Çəkini də tam tutuzdurmuşdum. Müştəri də idi, razı qaldı. Zəhrə qızımızı buradan bir daha təbrik eləyirəm. Məndən bu günlük bu qədər olsun. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Videonu bəyənməyi unutmayın. Hələlik.